Abşeron rayon Masazır qəsəbəsinin Əliyəvahay küçəsində gündüz saatlarında gördüğünüz kimi piyadaçı üçün nəzərdə tutulan piyada keçidində hal-hazırda ağır yük maşınları mövcuddur. Bu da ətrafda yaşayan sakinlərin gediş-gəlişinə narahatçılıq yaratmıştır. Hal-hazırda yolun sağ çırağında gördüğünüz gibi beton tökmə devam eləyir. Buna baxmayaraq gündüz saatlarda piyadaçıların hərəkətinə məhz bu ağır yük maşınları, beton, tökmə maşını və digər texniki vasitə maneçilik törədir.